Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Deməli, burada məsələ nədir? Bu tip məsələlərin həllində demişdim dərsdə. İki yol var. Birinci yol ondan ibarətdir ki, iki yol var deyəndə, yəni iki variantda suallar təklif olunur. Birinci yol müxtəsər vurma düsturu, ikinci isə mərkəzi xaricdən çıxartmaq. Burada görürsünüz ki, müxtəsər vurma düsturu yoxdur. Çünki heç bir müxtəsər vurma düsturu belə yazılmır. Və ya belə də yazılmır. Burada demək nədir? Mərkəzi xaricdən çıxartmaq. Baxırsınız ki, burada baxın. 2 dənə x var. Demək ki, x-i mərkəzi xaricdən çıxarda bilərəm. X-i mərkəzi xaricdən çıxartdım. Nə qaldı burada? X kvadratını x-a böləndə x eləyir. 5xy x-a böləndə 5y eləyir. Çıx. Ortada 5y. Bərabər neçəyə? 6-ya. Düzdür? X qızın 5y-də altına yazırsınız. Paralel şəkildə aparmaq üçün. Bərabər nəyə? 1-ə. Bu belə. Burada nə elədim mən? X-i mərkəzi xaricdən çıxartdım. Yəni budur. Bu buraya aiddir. X-i mərkəzi xaricdən çıxartdım. X çıxılsın 5y bərabər də 6. X çıxılsın x vursun x çıxılsın 5y bərabər də 6. X çıxılsın 5y nəyə bərabərdir? Buradan bilirik. 1-ə. Onda x çıxılsın 5y-in əvəzinə gətirib nə yazıram? 1 yazıram. Yəni x vurulsun 1 bərabər nəyə? 6-ya. Düzdür? Bu 1 idi. Bu da eləyir 6. X da bərabər nəyə? 6 bölünsün 1 edir 6. X'in 6 olduğunu tapdınız. İndi gətirib x'in əvəzinə 6 qoyuram. Burada. Yuxarıda qoymayın, uzun çəkildi. Burada gətirib yerinə qoyuram. 6 çıxılsın 5y. 6 çıxılsın 5y bərabərdir 1-ə. Baxın, gətirdim burada nə elədim? X'in əvəzinə 6 qoydum. 5y bərabərdir. Mənfi 5y deyək. Bu tərəf ikisinin mənfi olur. 1 çıxılsın 6. Mənfi 5y bərabər nəyə? Mənfi 5-ə. Y də bərabərdir 1-ə. X 6, y də 1-ə bərabər oldu. Bir-birinin halsını soruşur, nə bilim toplamasını soruşur. Artıq buradan sonra həll edirsiniz.